davam edir. Sağlam gün ay qarşınızda. Yeni qoşulan tamaşaçılarımızı salamlayıram və tam enerji ilə davam edirik. Bugün də əsas məqsədimiz odur ki, hər birinizə faydalı olaq. Heç olmasa bir nəfərə belə faydamız dəyəcəksə, nə xoş bizə. Vaxt itirmədən növbəti dəyərli həkim qonağımı sizə təqdim etmək istəyirəm. O çox gözəl xanım, hamımızın sevimlisi, Nərgiz Tibb Mərkəzinin baş həkimi, tibb elmləri doktoru Məlahət Qəhrəmanovadır. Xoş gəlmişsiniz Məlahət xanım. Çox sağ olun, təşəkkür edirəm, var olasınız. Bayramlarınız mübarək. O qədər sizlə, o qədər müsbət enerji ilə başladınız ki, var olasınız. Adam üzü həvəsə gəlir ki, çox şey danışsın. Bəli, mən bilirəm ki, siz hər zaman faydalı olmaq üçün çalışırsınız. Hətta xatırlayırsınız, bizim o qaraciyərlə bağlı və limonlu su ilə bağlı bir videomuz var idi. O video baş alıb gedir həm TikTok platformamızda, həm Instagram səhifəmizdə və durmadan mesaj yazırlar. Dəyərli Məlahət xanıma təşəkkürlər edirlər. Təbii ki, siz də bunları izləyə bilərsiniz. Bizim səhifələrimiz aktivdir. Sağlam gün ay ATV və elə hal-hazırda TikTok canlı yayımımız da aktivdir. O səhifəyə də keçid alaraq həmin o sujeti oradan izləyə bilərsiniz. Məlahət Qəhrəmanova buradadırsa, demək ki, yenə çox maraqlı bir mövzu ətrafında müzakirəmiz olacaq. Bugün də çox gözəlsiniz. Çox sağ olun, təşəkkür edirəm, var olasınız. Aksesuarlarınız da ki, maşallah, süpersiniz. Super xüsusi olaraq hazırlaşıb gəlir, çünki çox sevdiyi bir yerə gəlir və çox sevilən bir yer, sevilən bir insan gəlir. Var olasınız. Və Məlahət Qəhrəmanova ilə əlaqə saxlamaq istəyənlər 051 388 70 70 və şəhər nömrəsi də var 012 541 70 70 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Tibb elmləri doktoru, Nərgiz Tibb Mərkəzinin baş həkimi, Azərbaycan Fitoterapevtlər İctimai Birliyinin sədri, 4 kitabın müəllifi, 23 patentin sahibi, 20 dekabr 2022-ci ildə İngiltərədə Oxford Liderlər Sammitində ixtiralarına görə Oxford Birliyinin fəxri professoru diplomu və qızıl medalı ilə təltif olunan dəyərli Məlahət xanım 6 mart 2023-cü ildə Cənab Prezident İlham Əliyev tərəfindən tərəqqi medalına layiq görülən Məlahət xanım və onun çalışdığı məkan da illərdir ki, dəyişilməz olaraq qalır. Həm də bu mərkəzin baş həkimidir. Nərgiz Tibb Mərkəzi bir müddət əvvəl orada parazitologiya şöbəsinin də açılışında iştirak etdik. Çox gözəl açılış baş tutdu və Nərgiz Tibb Mərkəzi bilirsiniz ki, müxtəlif istiqamətlərdə insanların köməyinə çatır və həmçinin onların səfərləri də olur, aksiyaları da olur. 12 noyabr tarixindən 29 noyabr tarixinə dək, yəni sabahdan etibarən 29-una kimi Nərgiz Tibb Mərkəzində 15 yaşına qədər uşaqlarda həkim qəbulu, nevropatoloq, kosmetoloq, terapevt, dermatoloq, kardioloq, androloq, uroloq, endokrinoloq, psixoloq, ginekoloq tam olaraq ödənişsiz. Bundan mütləq yararlanın. Ödənişsiz şəkildə 15 yaşına qədər övladlarınızı, bax dediyim həkimlərdən keçirə bilərsiniz, müayinələrinə apara bilərsiniz. Bundan başqa askarit, ləmbliyə, yaxma və nüa, yəni nəcisin ümumi analizinə 20% güzəşt olunacaq, yararlana bilərsiniz. Sidiyyət tez-tez və yaxud da gecə çıxmaq, qarın nahiyəsində ağrı, böyrək və sidik yollarının iltihabı, ödəmləri olan hər kəs Nərgiz Tibb Mərkəzinə yaxınlaşıb urasalit kapsulunu da ödənişsiz əldə edə bilərlər. Doktor, nə gözəl kampaniyalardır. Bəli, biz bayram qabağı istədik, həm də uşaqlar üçün tətildir. Ona görə istədik ki, bu aksiyaları təşkil eləyək. Yəni, tam ödənişsiz şəkildə yaxınlaşıb ala biləcəklər həmin bu urasalit kapsullarını. Bəli, urasalit kapsulunu ala bilərlər və həmçinin də qeyd etdiyimiz kimi parazitar xəstəlikləri olan uşaqlar tətil vaxtları olduğu üçün 15 yaşa qədər uşaqlar müraciət eləyə bilərlər və o sadaladığımız analizləri 20% güzəştlə verə bilərlər və həkim qəbulları, sadaladığımız həkimlərin qəbulları da ödənişsiz. Xeyli həkim qəbulu var idi. Mən baxdım, orada nevropatoloq var idi, daha sonra terapevt, dermatoloq, kardioloq, androloq, uroloq, endokrinoloq, psixoloq, ginekoloq və təbii ki, həm qız övladlarını, həm də oğlan övladlarını apara bilərsiniz. Bu Bakı şəhərinə aiddir. Bilirəm ki, dalınca Gəncə, ay sağ olun. Ona görə hələ ki, onu dayandıram. Nərgiz Klinikasının həkim kollektivi noyabr ayının 15-də, yəni az qaldı, bir neçə gün qaldı. Gəncə şəhərində Logos Psixoloji Mərkəzində həm nevropatoloq, həm kosmetoloq gələcək, həmçinin də təbii ki, başda tibb elmləri doktoru Məlahət Qəhrəmanova olmaqla öd qaraciyər, mədə bağırsaq problemləri, parazitar və dəri və saç xəstəliklərinin müayinə və müalicəsini keçirəcək. Gəncə və Gəncə ətrafı ərazilərdə yaşayanlar, kimin ki, yolu ora daha yaxındır, hər kəs müraciət edə bilər. Yazılmaq üçün əlaqə nömrələri var. 051 388 70 70 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Bir xəbərimiz
dərslərimiz də var. Ona düzdə hələ var, amma istəyirəm onu da xatırladım. Nərgiz Klinikasının həkim kollektivi noyabrın 29-unda əziz Qubalılar, bu xəbəri siz dinləyin. Quba şəhəri Logos Psixoloji Mərkəzində yenə də eyni kollektivlə başda dəyərli Məlahət Qəhrəmanova olmaqla öd, qaraciyər, mədə, bağırsaq, parazitar, dəri və saç xəstəliklərindən əziyyət çəkənlər də, ümumi müayinədən yararlanmaq istəyənlər Xaçmazda, Şabranda, Siyəzəndə, Qusarda, Xudatdan, Abranda, yəni Qubaya yaxın ərazilərdə, bölgələrdən yaşayanlar da müraciət edə bilərlər. 051 388 70 70. Bugün də bizə çox ünvanladığınız suallar əsnasında dəyərli Məlahət xanım qaraciyər və öd xəstəlikləri haqqında danışacaq. Çox təəssüf edirəm ki, bu xəstəliklər günbəgün artır. Həm elə kiçik yaşlılar arasında, həm də böyüklər arasında. İstəyərəm bu barədə məlumat verəm Məlahət xanım. Çox gözəl dediniz. Həqiqətən də illər öncə heç vaxt uşaqlarda, yeniyetmələrdə qaraciyər piylənməsi, qaraciyər xəstəlikləri çox az təsadüf olunurdu. Adətən Botkin xəstəliyini biz daha çox görə bilirdik. Amma indi həqiqətən də bu xəstəliklər çox yayğındır. Uşaqlar arasında da piy distrofiyası, piy infiltrasiyası, qaraciyərdə kalsinatların olması qaçılmazdır və görülür. Hətta kiçik yaşlı uşaqlarda öd daşının olması, öddə çöküntünün qatlaşmanın olması da müşahidə olunur. Mən qısa da olsa bir şeyləri vurğulayacağım ki, əsasən xəstəliklərin törədiciləri ən çox, məsələn, qaraciyər xəstəliklərində qida rasionunu da toxunacağım, medikamentoz müalicələrə də, infeksiyon xəstəliklərə də. Çünki bunların hamısı qaraciyərə öz təsirini göstərir. Qaraciyərin funksiyası orqanizm üçün çox önəmlidir və orqanizmdə sabit mühitin normal saxlanmasında, sabit saxlanmasında qaraciyərin birbaşa rolu var. Və biz illərdir qaraciyərdən, öddən, mədə, bağırsaqdan danışırıq. Və bunlar nə üçündür? Həkimlərimizin əhalinin maarifləndirməsi üçün etdiyi tövsiyələrdir ki, biz illərlə bunları deməyə çalışırıq ki, insanlar qida rasionuna diqqət eləsin, öz sağlamlığına diqqət eləsin və sizin verilişlərlə, yəni bu veriliş vasitəsilə də baxan insanlar buradan xeyli məlumat ala bilir. Və biz onu qeyd edək ki, əgər günümüzə, həyat tərzimizə baxsaq, bugün çox durğun həyat tərzi var və o qədər də keyfiyyətsiz qidalardan istifadə edirik. Əsasən birinci onu qeyd edim ki, qaraciyərin funksiyası nədən ibarətdir? Qaraciyərin funksiyası adətən tibbi nöqteyi nəzərdən baxsaq, insanlar arasında ən çox yayğın olan viruslardır, infeksiyalardır, bakteriyalardır. Bunların hamısından parazitar xəstəliklərdir. Təbii ki, qaraciyərə öz təsirini qoyur. Bundan başqa medikamentoz müalicələrdir və ki, bugün bilirik ki, o qədər insanlar vitaminlərə alüdədir ki, və həddindən artıq çox yüklənmələr eləyirlər və medikamentoz müalicələrin içərisində antibiotiklər də daxildir, bundan başqa qida əlavələri, bəli, qida əlavələri də daxildir. Həddindən artıq güclü antibiotiklər istifadə edən, baş ağrı, ağrı kəsicilərdən istifadə edən, hormonal dərmanlardan istifadə edən çox dəhşətli bəzi şeylərdən rast gəlmişik ki, həddindən artıq görürük ki, çox yüklənirlər hormonal preparatlarla. Bu da uşaqlar arasında çox böyük təhlükə yaradır və bunu niyə görə vurğuladım? Hormonlardan istifadə edən kökəlmək üçün istifadə edənlər var. Müəyyən mədə-bağırsaq xəstəliklərində, düzdür, bəzi xəstəliklərdə istifadə edirlər. Amma saçda da istifadə edirlər. Bu hormonlar uşaqlarda sonradan çox böyük fəsadlar yaradır ki, bu da qaraciyərin yüklənməsi, damarlarda partlama, sümüklərdə ərimə, bir çox fəsadlar verir. Və keçək əsas bir də keyfiyyətsiz qida. Keyfiyyətsiz qida nədir? Keyfiyyətsiz qida yediklərimiz fast food yeməklərdir, ayaqüstü yeməklərdir. İnsanlar adətən görürsünüz ki, qida rasionuna diqqət eləmir, tələm-tələsik yedikləri qidalar, bunlar hər biri təbii ki, qaraciyərdə öz təsirini qoyur. Və qaraciyərin funksiyası üçün ən önəmli olan sağlam qidadır və normal qidalanmadır. Və biz bunları sadalamaqda məqsədimiz odur, alkohollu içkilərdir. Adətən kişilərdə qaraciyər xəstəlikləri daha çox rast gəlinir. Qadınlarda isə öd kisəsinin funksiyasının pozulması, öd kisəsi xəstəlikləri. Həddindən artıq pis vərdişlər,
məsələn, içkiyə aludəçilik təbii ki, qaraciyəri çox yüklüyür və biz onu qeyd etməliyik ki, qaraciyərin funksiyası orqanizmdə laborator funksiyası daşıyır və həmçinin də qaraciyərin funksiyasından biri də vitamin depomuzu depolamaqdır. Və insanlar süni olaraq vitamin deposunu yaratmağa çalışır və bu da onu göstərir ki, həddindən artıq vitaminləri içirlər, gedirlər. Vitaminləri analiz verən zaman B12 olsun, dəmir çatışmamazlığı olsun, ferritinin aşağı olması, vitamin D-nin aşağı olması və xəstələr istədiyi effekti ala bilmir. Bəli. Amma çalışırlar həddindən artıq çox tabletkalar, medikamentoz müalicələr, bəli, udarını yükləməklə içilən D vitaminləri, onlar bunları eləməklə fikirləşirlər ki, qaraciyərdə özlərinin vitamin balansını tənzimlədilər. Və xəstələr heç fikirləşmir ki, o depo qaraciyərdə olunur. Amma o qaraciyərin yüklənməsi, qaraciyərdə olan fəsadlar sonradan başqa xəstəliklərə yol aça bilir. Və burada onu qeyd edək ki, əgər biz bugün natural qidalanmanı öndə göstərməsək, o içdiyimiz qidalar heç vaxt depo yaratmayacaq orqanizmdə. Onlar müvəqqəti olur. Həddindən artıq biz çox şeylərə diqqət eləmişik, baxırıq ki, uzun müddətdir biz müalicələr elədiyimiz insanlar var ki, ferritini, dəmri aşağı olan insanlar gedirlər, analiz verirlər. Analiz verən zaman görürlər ki, heç dəmri bir ay bundan qabaq biraz qalxmışdı, indi lap düşür. Niyə? Çünki natural qida olmadıqda təbii ki... Yəni, kəsən kimi düşür avtomatik. Bəli, o müvəqqəti içdiyi zaman qalxır, içməyəndə bu illərdir bu belədir. Ona görə natural qidaya, qida rasionu, qaraciyər, öd xəstəliklərində önəmlidir. Ödün funksiyası nə vaxt pozulur? Qaraciyərin yüklənməsi, qaraciyərin funksiyası pozulan zaman təbii ki, ödün də funksiyasına öz təsirini. Çünki qaraciyərdən ödlüyə ötürülən öd möhtəviyyatı qaraciyərdən gəlir. Qaraciyərə gələn qızılı sarı rəngdə olan həmin öd möhtəviyyatı qaraciyər ödün funksiyası itirildikdə o orada yaxşı süzülmür və öd kisəsində qalaraq tündləşir və tünd zeytun rəngini alır ki, bu da get-gedə qatlaşma, çöküntü, kalsinatların yaranması, sonunda da daşın yaranmasına gətirib çıxarır. Bəzən parazitar xəstəliklərin, mən bilirsiniz ki, parazitar mərkəz olaraq, mən illərdir Nərgiz klinikasının nəzdində mən parazitar xəstəlikləri gündəmə gətirmişəm, illərdir, neçənci illərdən bu xəstəliyin tam insanlar arasında yaygın olduğunu dəfələrlə, yəni öz elmi işlərimdə, həmçinin bizim patentlərdə də mən bunları çox qabağa gətirdim ki, və deyərdim ki, gündəmə gətirdim. Bugün çoxları parazitar xəstəliklərlə müalicəyə... Amma bugün məşğul olurlar da, siz də neçə il bundan qabaq bunlar məşğul olurlar? Hətta mənə bəzi həkimlərimiz irad da tuturdu ki, Məlahət xanım paraziti qurdu çox gündəmə gətirir. Onu qeyd edim ki, parazitar xəstəliklərlə məşğul olmaq bütün tibb işçilərinin birbaşa vəzifə borcudur. Yəni bu çox doğrudur və profilaktikaya üstünlük vermək lazımdır. Sonsuzluq yaradır, doktor, yaradır. Bax, indi hal-hazırda müəyyən elmi araşdırmalar gedir. Bütün dünya tibbindəki onkologiya səbəb olur, müəyyən növ parazitlər, qurtlardan söhbət gedir. Səbəb olur, deyirlər ki, səbəb olur. Bir çox xəstəliklərin kökündə dayana bilər. Bəzən də görürsən ki, səbəbsiz nələrsə olur, əlamətlər olur. Getdim qan analizi, bizə dəfələrlə yazırlar. Qan analizi veririk, hər şey normaldır, amma bizi narahat edən məqamlar var, əlamətlər var. Öskürəkdən, daimi öskürəkdən əziyyət çəkirik, qaşınmadan əziyyət çəkirik, saçımız tökülür. Bütün vitaminlərim yerindədir, amma saçlarım dəhşət tökülür deyən izləyicilərimiz var. Hal-hazırda da yazırlar. Bax, hamısı birbaşa parazitar qurt xəstəlikləri. Bəli, qurt xəstəliklərini mən niyə görə həmişə vurğuluyuram? Çünki mən araşdırmalara, Rus alimlərinin araşdırmalarında bu çox geniş yer tutur. Mən deyərdim ki, dünyada bütün araşdırmacı alimlərin mən ədəbiyyatına baxıram və o son illərdə Ümumdünya Səhiyyə Təşkilatında aparılan, məsələn, deyimlər, statistika onu sübuta getirir ki, ən çox məşğul olan bundan Rus alimləri olub ki, orada da çox böyük işlər var ki, və mən dəfələrlə bunu izlədikdə nə qədər parazitlərin insan orqanizminə zərər vurduğunu görmüşük. Anidən çox uşaq gümrah olur, yaxşı olur, normal uşaq olur. Amma son aylarda görsən ki, uşaqda bir halsızlıq var,
bir yorğunluq var. Uşaq özünü idarə eləyə bilmir, yuxusuz, həddindən artıq yuxululuğu var. Tez yorulur, sancısı olur, qəbizliyi olur, ürək bulanması olur. Valideyn fikirləşir ki, keçib gedər. Ya bəzən dəfələrlə olub belə xəstələr müraciət edib bizə ki, gəliblər. Məsələn, bir çox həkimlər də olublar. Amma deyir, heç vaxt bizə qurdun müayinəsini deməmişdilər. Amma hansısa həkim yönəldir klinikamıza ki, gedin bir qurdu da yoxladın Nərgiz klinikasında. Mən buradan həkimlərimizə də çox minnətdarlığımı və təşəkkürümü bildirirəm. Son vaxtlarda həqiqətən də mərkəzin açılışından sonra bütün həkimlər, ən çox da nevropatoloqlar bizə Trixanella qurdu, həmişə bunu vurğulayıram. Və ginekoloqlarda səbəbsiz sonsuzluqlar olduqda bizə yönəldirlər xəstələri və biz dəfələrlə burada biz bu parazitləri aşkarlamışıq. Elə parazit növləri var ki, insanlar bəzən onu fikirləşmir. Məsələn, neçə klinikadan gəliblər, deyirlər ki, onlarda bu analizlər yoxdur. Amma Nərgiz klinikasında reaktivlər, bütün panellər, abstrixoz olsun, trixanella olsun, angilistom olsun, trixpalyoz olsun. Məsələn, elə qurd növləri var ki, onların sırf nəcis analizində aşkarlanır. O panel bizdə var, nəcis panellərimiz var ki, o paneldə biz o qurdların tam təyinini apara bilirik. Və bu paneldən başqa necə, məsələn, allergiya panelləri var. İnsanın hansı... Bəli, allergiya panelləri var ki, onlar hansı qidaya qarşı bizim həssaslığımız var, nəyə qarşı olduğunu o panellərdə o göstərir. Amma bugün bizim aldığımız nəcis analizində aparılan o panel sırf bütün qurdlara aiddir ki, hansı qurd növünün aşkarlanmasını Yəni ən son müasir nə texnologiyalar, nə testlər var, hansı Nərgiz tibb mərkəzində? Bəli, mən onu araşdırıram, illərlə ən bahalı reaktiv də olsa belə, exnokok olsun, istər trixanella olsun, istər abstrixoz olsun, bu panelləri mən alıram. Mən bu qurd xəstəliyinə olan bütün reaktivləri alıram. Niyə? Ona görə ki, o mənim işimin güzgüsüdür. Əgər dəqiq diaqnoz olduqda, daha rahat xəstələrin müalicəsi aparılır. Niyə görə bugün Nərgiz klinikasına hər kəs müraciət edir və qurd xəstəliklərinə görə göndərirlər? Ona görə ki, orada istədiklərini tapır və o uşaqlarda olan rahatçılıq. Bayaq bir dənə xəstəmiz gəlib, mənə deyir ki, əvvəl oğlumu gətirirdim, indi nəvəmi gətirmişəm. Həmin oğlunu, uşağını gətirib. Baxın, Nərgiz tibb mərkəzi uzun illərdir ki, fəaliyyət göstərir. Bax, hal-hazırda bizə yazan, halsızlıqdan, dəri problemlərindən, həzm pozğunluqlarından şikayətlənən insanlar. Bu mövzu əsl sizin üçündür. Çünki qaraciyər və öd xəstəliklərindən danışırıq. Bu kimi əlamətlər sizi narahat edirsə, 051 388 70 70 012 541 70 70 nömrələri ilə əlaqə saxlayabilirsiniz. Söhbətimiz davam edəcək. Həddindən artıq suallar gəlib bizə. Hal-hazırda çox sayda sual yazan izləyicilərimiz var. Qısa aradan sonra elə sizin suallarla davam edəcəyik. Məlahət xanım hamısını bir-bir cavablandıracaq. Məlahət Qəhrəmanova öz həkim kollektivi ilə bərabər Gəncədə, Gəncə Logosda qəbullar keçirəcək. Elə bugündən yazıla bilərsiniz. Vaxt çox az qaldı. Yerlər məhduddur. 051 388 70 70 nömrəsi ilə əlaqə saxlayaraq yazıla bilərsiniz. Qəbuldan yararlana bilərsiniz. Yenə deyirəm, Gəncə və Gəncə ətrafında yaşayan hər kəs. Öd qaraciyər, mədə bağırsaq, parazitar, yəni qurd xəstəliklərindən əziyyət çəkənlər, dəri problemləri olandan, səpkilərdən əziyyət çəkənlər, qızartılardan əziyyət çəkənlər, qaşınmalardan əziyyət çəkənlər, saç tökülməsindən əziyyət çəkənlər. Bu siyahını çox artırmaq olar. Elə hal-hazırda studiyamızın həkim qonağı Nərgiz tibb mərkəzinin baş həkimi, tibb elmləri doktoru Məlahət Qəhrəmanovadır. 15-i Gəncədə olacaqsınız, doktor. İnşallah. Bəli, burada çox gözəl qaraciyər, biz öddən danışırıq. Adətən qaraciyərin əsas əlamətlərindən biri də allergik həssaslığın artması, qaşınmaların olması, ödün funksiyasından danışırdıq, reklamlara bağlandıq. Ödün funksiyası odur ki, yəni bayaq dediyim kimi qatlaşmış, çöküntülü öd olanda və ləmblə olanda mütləq allergik həssaslığın artması, ağızda acılığın olması, ürək bulanma, belə xəstələr durur, çox vaxt sağ qabırğa altı nahiyədə ağrı, bəzən kürək nahiyəsinə də o ağrılar vurur. Tək daş olmaq deyil, bəzən öd kisəsinin funksiyası pozulanda o kürəyə vuran ağrılar bəzən öd kisəsinin funksiyasından da asılı ola bilir. Və
adətən biz burada vurğuluruq. Ümumiyyətlə, bir yoldaş demişdi ki, yəni mədə-bağırsaq problemi. Bəli, bəli. Öd, qaraciyər, mədə, bağırsaq bunlar həzm sistemi orqanlarıdır və bir-biri ilə çox sıx əlaqəlidir. Bəzən xəstələr öd kisəsinin funksiyası pozulur, onlar mədə-bağırsaq müalicəsi aparır. Belə xəstələrin əksəriyyətində qəbizliyə meyillilik olur, həddindən artıq sancının, köpün, ağrının olmasından şikayətlənirlər, qəbizliyə daha çox meyilli olurlar və bəzən leambulyası olan xəstələr ishalın qəbizliklə əvəz olmasından şikayətlənirlər. Ya tez-tez qəbz olur, ya tez-tez ishala meyilli olur. Belə xəstələr səhər-səhər ağızda acılığın olması, duran zaman ağızda pis qoxunun olması və doğrudan da ki, bax, çox insanlar var ki, bu saat ağız qoxusundan ağızda iyi gəlmədən əziyyət çəkirlər. Burada dişin də problemi ola bilər, amma mədə, bağırsaq, həzm sistemi normal olmadıqda bu daha qabarıq olur. Elə valideyn gəlir ki, deyir, uşağın qapısını, otağının açmaq mümkün olmur. O qədər gərgin qoxu, o qədər pis qoxu olur. Yəni, bunlar hamısı əlamət göstəricilərdir. Bəli, təbii ki, əlamətlərdir. Və həmçinin də qurdu olan xəstələr olsun, öd-qaraciyəri, qəbizliyi olan xəstələrdə, mədə-bağırsaq həzm sistemi normal olmayan xəstələrdə bu əlamətlər ola bilər. Mədə-bağırsaq xoraları, istər səpqilər olsun, bizdə video çarxda da görünürdü ki, orada endoskopik müayinə və helikobakterinin zondsuz üsulla uretest deyilir və o, yəni, ağız vasitəsilə çox rahatlıqla bunun tam demək olar ki, zondsuz üsulla helikobakterinin dəqiq müayinəsi aparılır ki, bu Almaniya üsuludur. Uretest vasitəsilə, yəni zondsuz üsulla tam olaraq aşkarlanır və dəqiq diaqnoz qoyulur. Müalicə, daha dəqiq diaqnoz olanda da təbii ki, həkimlərimiz də doğru müalicə edirlər. Məlayət xanım və onun mən buradan bütün komandasını salamlamaq istəyirəm. İnşallah bir daha qeyd edim, noyabrın 15-i Gəncədə olacaq. İndidən yazılın, çox yazırsınız ki, necə yazılaq? Əlaqə nömrələri çoxdur, ekrandadır. Mən birini səsləndirəcəm. 051 388 70 70. Elə indi zəng vurun. Gəncə və Gəncə ətrafında yaşayan, yaşından asılı olmayaraq, kiçik yaşlı uşaqlar, böyüklər, yaşlı insanlar, hər kəs müraciət edə bilər. 72-72-ni də yığa bilərlər. Aha, 72-72. 051, bəli, 388, 72-72-ni də yığa bilərsiniz. Həm 70-70-i, həm 72-72-ni istifadə edə bilərsiniz. Yəni, burada qaraciyərin ödün funksiyası, həzm sistemi orqanları bir-biri ilə çox sıx bağlı olduğu üçün bəzən görürsünüz, öd kisəsinin funksiyası narahat olur, xəstə mədəsindən şikayət edir. Əgər ultrases müayinəsi zamanı öddə qatlaşma, çöküntü, məsələn, kalsinatlar varsa, təbii ki, mütləq həzm sistemi orqanları ilə yanaşı ödün də funksiyasını nəzərə almaq lazım. Doktor deyir, öd durğunluğu var məndə. Hamı belə yazır bizə, öd durğunluğu var. Öd durğunluğu odur ki, öd yaxşı ifraz olunmur və o durğun olan öddə də qatlaşma, çöküntü daha çox olur. O durğunluq özü qaşınma da verə bilir, qəbizliyə də meyilli olur. Çünki öd turşusu həzmdə iştirak edir, onun tərkibində olan komponentlər bağırsaqların sorulma prosesini gücləndirir. Və belə olmadığı halda qatlaşmış, çöküntülü olan insanlarda allergik həssaslığın yüksəlməsi və həmçinin də demək olar ki, qəbizliyə meyillilik, köpün, qəyirmənin, ürəkbulanmanın olmasına yol açır. Əgər biz götürsək ki, qəbizliyi olan insanları, qəbizliyi olan insanlarda ən çox, məsələn, dərinin boğulması, dəri ləkələrinin əmələ gəlməsi, belə insanlarda əsəb gərginliyin olması, diafraqmanın sıxılır, köp verir. Diafraqma sıxılan zaman təbii ki, təzyiqin yüksəlməsi, taxikardiyanın olması belə mümkündür. Qəbizliyi olan insanlar ilk öncə həzm prosesinə diqqət yetirməlidir və ödün qaraciyərin funksiyası burada nəzərə alınmalıdır. Bəzən elə bilirlər ki, əgər qəbizliyi varsa, mədə-bağırsağı müalicə elədim və işlədici dərmanları çox istifadə edirlər. O qədər işlədici dərmanlardan istifadə edib ki, qaraciyərdə ödün funksiyasına heç nəzərə alınmır. İşlədicilərdən istifadə edir ki, həzmi düzəlsin, amma tam tərsi olaraq
vərdiş yaranıb və indi heç o da təsir eləmir. Yəni ona görə burada həzm sistemində müalicə gedən zaman hər tərəfli diqqət yetirmək lazım. Məsələn, allergiyası olan insanların əksəriyyəti antihistamin dərman preparatlarından çox istifadə edirlər. Davamlı olaraq. Allergik həssaslıq üçün dərmanlarda. Amma 3-5 gündən, 7 gündən artıq olmaz əslində. Yəni onun içilik vərəqəsində belə qeyd olunur ki, bu antihistamin dərmanı müəyyən müddət ərzində vermək olar və həkim məsləhəti ilə, dozası ilə, bəzən görürsən ki, elə valideynlər olur ki, uşaqda müəyyən allergik reaksiyalar olan kimi, səpən kimi tez antihistamindən istifadə edir. Bəli, ona görə də, bəli, bunların sonraki fəsadları da qaraciyər öddə virüzə verir ki, həzm prosesi pozulur. Və burada parazitar xəstəliklərin qaraciyərdə və öddə rolu. Parazitar xəstəlik, qurd xəstəlikləri qaraciyər ödü yüklüyür. Bunların qurdun toksik təsiri var. Bəzi xəstələr gedir uzun müddət tabletkalardan istifadə edirlər. Bayaq dediyimiz kimi ki, medikamentoz müalicələr qaraciyəri yüklüyür. Qurd dərmanlarında həmin müddətdə içmək, istər exnakok olsun, istər askarida, lamblia, angilistoma, hansı parazit növü olur olsun, bunu istifadə etdikdə tabletkalar, ağır dərmanları həkim məsləhəti olmadan uzun müddət... Doktor, sirroz ola bilər bundan? Yəni, qaraciyər belə aşırı dərəcədə zədələnə bilər, əgər çox istifadə etsə bu dərmanları? Təbii ki, istənilən qida rasionu normal olmadıqda, gepatitlərdə, viruslarda, xroniki gepatitlərdə, əgər qaraciyər razımı müalicəni almırsa, təmizlənmirsə, təbii ki, sonu sirroz ola bilər. Əlavə bu dərmanlarla da yüklüyürük, zərbə vururuq qaraciyərə. Baxın, biz elmi, praktik olaraq gün ərzində gördüyümüz xəstələrdən danışırıq. Bir var praktik həkim, bir də var ki, nəzəriyyə ilə məşğul olmaq. Biz sırf elmi praktikadan danışmaq istəyirəm ki, gündəlik gördüyümüz xəstələrdən, praktik olaraq və xəstələrin şikayətləri. Biz gələn xəstədən anamnez toplayırıq. Onlar o qədər uzun müddət müalicələr alırlar. Amma onlar heç vaxt ödün funksiyasını, mədə-bağırsağı normal hər tərəfli müayinə edib müalicə etmədikdə, bəzən həkimlər də çətinlik çəkir. Niyə? Məsələn, dünən gələn xəstələrdə mən araşdırmanı aparıram. Xəstələr müayinələrdən yayınır. Müayinə etmək istəmirlər. Gələn xəstə deyir ki, mənə nəsə yaz gedim. Amma toya da pul tapır, qonşuya da pul tapır, hər şeyə pul tapır. Həkimə gəldikdə isə öz sağlamlığı üçün onu fikirləşmir. Ən son yerdə qoyuruq. Çox təəssüf. Biz ona görə bunu demək istəyirəm ki, müayinə, düzgün diaqnoz müalicənin yarısıdır. Əgər sən bugün dərdini bilmirsən, hansı dərmanı içəcəksən? Ha, iç o dərmanları. Qalaq-qalaq iç. Nə xeyir olacaq? Bu yaxından bir xəstəmiz gəlib, deyir, 5 il bundan qabaq siz məni sağaltmışsınız, mən müalicə olmuşam, indi mənə o dərmanları. Amma onu, o resept bugün sənə kömək eləməyə bilər. Çünki 5 il qabaq sənin orqanizmində gedən fəsadlar tam fərqli idi. Bugün isə tam fərqlidir. Bəlkə əlavə bir xəstəlik də qoşulur. Axı, orqanizm get-gedə dəyişir və o köhnə reseptləri istifadə etmək. Gedirəm, dedi, getdim apteka, aptekdə işləyən mənə bu dərmanı məsləhət gördü, mən gəldim, içdim. Bunlar olmaz. Bunlar sizin əgər düzgün diaqnozunuz olmadıqda... Məsuliyyəti sabah götürəcək o sizə onu satan insan. Yox, məsuliyyəti götürməyəcək. Amma sizə resepti verən, orada möhürü, ştampı, imzası olan həkim artıq bunun məsuliyyətini daşıyır. Və ona görə də doğru təyin eləyir. Bilir ki, sabah gəlib deyəcək, Məlahət xanım, bu mənə belə təsir elədi, mən neyniyim? Niyə belə oldu? Yox, 5 il yaxşı olub, indi gedib, gedirlər, 1-2 yerə gedirlər, sonra yenə gəlirlər Nərgiz klinikasına, mən bunu deyəcəm. Elə xarici ölkələrdən gələnləri niyə demirsiniz Məlahət xanım? Bizə bilirsiniz nə qədər yazırlar ki, biz heç yerdə, məsələn, elə xəstəliklər var, burada dəri xəstəlikləri var, saç tökülmələri var, elə dəri problemləri var ki, insanlar uzun müddət dərmanlar Baxın, gedirlər, gəlirlər, deyirlər ki, kolonoterapiya istəyirik, bağırsaqlarımızı yuyaq, qurd təmizlənsin. Elə bir müalicə üsulu yoxdur. Qanımı yuyum, allergiya getsin, belə bir müalicə üsulu yoxdur. Əgər sizin orqanizmanızda qaraciyərin funksiyası normal deyilsə, ödün funksiyası dediyiniz o durğunluq varsa, qurdunuz varsa, siz heç bir rahatçılığı dəridə allergiyadan tapa bilməzsiniz. Kompleksdir müalicə, müayinə. Daxildə əgər o parazit durursa, sən qanını yudurtdun ya kolon elədin.
yenə də həmin o toksinlər qana sorulacaq. Bir aydan sonra yenə həmin vəziyyətdir. Plazmaparez bizdə də var, qanın yuyulması bizdə də var. Çox gözəl prosedurdur. Azonoterapiya dəridə çox önəmlidir. Mən bunları qəbul edirəm. Amma əsas səbəbi aradan qaldırın, qaraciyərin funksiyasını, ödün funksiyasını nəzərə alın. Ondan sonra əgər o probleminizi aradan qaldırsanız, çox rahatlıqla o prosedurlar sizə daha yaxşı kömək edəcək. Amma məsələn siz demişkən, dəri xəstəlikləri, istər şəkərli diabeti olan xəstələr, istər kreatini yüksək olan böyrək xəstələri, əgər siz bunları müalicə etmir, xəstənin kreatinin nə qədərdir, gəlib, əlində kağızı var, allergiya müalicəsi aparır, qaşınmadan əziyyət çəkir, kreatini olan xəstənin təbii ki, qaşınması, alatasat yüksəkdir, paraziti varsa qaşınması olacaq, ödül funksiyası normal deyilsə qaşınma. Gecə yaşlı nəsildə niyə görə ən çox qaşınmalar olur? Gecə yatan zaman sinir uclarını qıcıqlandırır və sinir ucları qıcıqlanan zaman təbii ki, o qaşınmalar olacaq və ödül funksiyasını sən bərpa etmədən təbii ki, o istədiyin nəticəni almayacaqsınız. Bizdə məsələn ödün yuyulma proseduru var. O ödün yuyulma prosedurunu aparan zaman həm allergik həssaslıq azalır, həm ödün funksiyası bərpa olur, həm də qaraciyər toksinlərdən təmizlənir. Və qəbizliyi olan insanlarda da qəbizliyin tam olaraq müalicəsini həmin prosedur zamanı aparırıq. Ödün yuyulma proseduru nədir? Burada qaraciyər bütün toksinlərdən təmizlənir, şlaklardan təmizlənir, bağırsaq xovları təmizlənir, öd kisəsinin funksiyası bərpa olur, təmizlənir, mədə-altı vəzdə qalan öd qalığı təmizlənir və bunlar təmizlənəndən sonra o allergik həssaslıq azalır, o dəridə olan problemlər aradan qalxa bilir və yerli çəkdiyiniz mazların da xeyri ola bilir. Əgər bu daxildə ola-ola siz bunu eləyəcəksinizsə, heç bir effekt almayacaqsınız. Ona görə ki, o toksik maddələr təkrar qanda, əgər qanda bilirubinin miqdarı yüksəkdirsə, öddə durğunluq varsa, sən hansı plazmaparez və ya kolondan istifadə edə bilərsən. Çox gözəl qeyd elədiniz. Ona görə bunların hamısını o qədər sistematik, sistem şəkildə onları düzgün müalicə aparmaq lazımdır ki, effekt olsun. Hepatitli xəstələr, mən hepatit B, C ağır formaları da var və ya onların yüngül forma daşıyıcıları var, xroniki hepatitlər var, Botkin keçirmiş xəstələr var. Ən azından ildə 2 dəfə onlar müalicə almalıdırlar qaraciyərə. Əgər bunlar eləmirsə, onlar illərlə yığılır, qaraciyər yüklənir, sıradan çıxır. Orada mədə bağırsaq da zərər görür, öd kisəsinin funksiyası da itir, mədə-altı vəzdə də problem yaranır və xəstə nəyə çalışır? Allergik həssaslığını müalicə eləsin, qaşınmasını müalicə eləsin. Görünəni müalicə eləməklə daxildə olanları müalicə eləmək bir olmayacaq. Baxın, nə qədər insan yazır, müxtəlif əlamətlər. Halsızlıqdan şikayət eləyənlər var, öd durğunluğundan şikayət eləyənlər var, qurtlardan şikayət eləyənlər var. Daha sonra bax, qaraciyəri ilə bağlı problem yaşayanlar deyir, Məlahət xanımın dediyi kimi, səhər yuxudan duranda ağzım zəhər olur, acı olur, gecələr ağzından su gəlir. Normal deyil. Həzm pozğunluğu yaşayıram, dəri problemim var. Çox da bu qədər əlamətlər hamısı ona bağlıdır ki, ya bu qaraciyər xəstəliyi və öd xəstəlikləri ilə bağlıdır. Bəli, ödün funksiyası orqanizm üçün çox önəmlidir. Məsələn, mövsümi allergiyalar var, bunları qarışdırmayaq. Amma elə həssaslıqlar var ki, onlar məhz qaraciyər. Adi götürək mədə refluksunu. Mədə refluksu özü çox güclü allergiya verir. Zob özü çox güclü allergiya verə bilir. Toksik zoblar var. Yəni, insanlar müayinədən qaçmamalıdır. Qaşınma, dəri səpkiləri, bunlar dərinin öz problemləri də var. Amma daxildən gəldikdə bunları aradan qaldırmaq lazımdır ki, daxili problemləri həll edin ki, daha rahat müalicənizi apara biləsiniz. Gəncədən yazan izləyicilərimizə səslənirəm. Məlahət xanım çox geniş və ətraflı danışır, heç əlavə sual verməyə belə ehtiyac qalmır. Nərgiz klinikasının həkim kollektivi, başda rəhbəri, dəyərli Məlahət Qəhrəmanova olmaqla tibb elmləri doktorumuz, dəyərli həkimimiz, çox sevdiyiniz həkim, İnşallah noyabr ayının 15-i tarixində Gəncə şəhəri Logos Psixoloji Mərkəzində olacaq. Həmçinin nevropatoloq da gələcək, kosmetoloq da gələcək və Məlahət xanım özü də orada olacaq.
olacaq. Öd qaraciyər problemləri. Bax, yazanlar var. Gəncədən sizi izləyirik. Mədə problemləri yaşayırıq. Mədədə narahatlıq var, mədədə həzmsizlik var, belə deyirlər. Öd qaraciyər, mədə bağırsaq, parazitar, yəni qurd xəstəlikləri, dəri və saç xəstəliklərinin müayinə və müalicəsini keçirəcək. Dəyərli Məlahət xanım və onun kollektivi Gəncə və Gəncə ətrafında yaşayan hər kəs müraciət edə bilər. 051 388 70 70 bir nömrədə əlavə etdi Məlahət xanım. 051 388 72 72. Buyurub əlaqə saxlaya bilərsiniz. Son olaraq istəyirəm tamaşaçılara müraciət edəsiniz. Son olaraq hər kəsə birinci can sağlığı arz edirəm. Profilaktik müalicələrə üstünlük versinlər. Profilaktik müalicələr nədir? Xəstələnməmişdən öncə özünüzü qoruyun. Sağlam qidaya üstünlük verin. Sağlam qida odur ki, keyfiyyətli qidalardan istifadə edin və rayonda yaşayan bütün xanımlara ailələrini qorumağı və ailələrinə düzgün təbii məhsullardan istifadə etməyi tövsiyə edərdim. Və elə Gəncəyə də bir daha səslənirik. Noyabrın ayının 15-i tarixində doktorumuz öz kollektivi ilə Gəncə şəhərində olacaq. İstədim ki, hər kəs agah olsun və Bakıda 12 noyabr tarixindən 29-una kimi qısa olaraq bunu deyəcəm. 15 yaşına qədər uşaqlarda həkim qəbulu, nevropatoloq, kosmetoloq, terapevt, dermatoloq, kardioloq, androloq, uroloq, endokrinoloq, psixoloq, ginekoloq tam ödənişsiz. Bundan başqa asqarit, ləmbliyə, yaxma və nəcisin ümumi analizinə 20% güzəşt olunacaq. Sidyə tez-tez və ya gecə çıxmaq, qarın nahiyəsində ağrı, böyrək və sidik yollarının iltihabı, ödəmləri olan hər kəs Nərgiz Tibb Mərkəzinə yaxınlaşıb Urasalit kapsulunu da ödənişsiz əldə edə bilərlər. Deyəcəksiniz, hansı nömrə ilə əlaqə saxlayaq? 051 388 70 70 051 388 72 72. Mən sonda təşəkkür etmək istəyirəm bu gözəl geyimimə görə.